Hər kəsi salamlayıram. Bugün rus bölmələrində Azərbaycan dili, dövlət dili fənnindən OTK sınağı olub. 9-cu siniflər üzrə sınağı mənə göndərdilər. Ona görə də bu imtahan üzrə, daha doğrusu bu sınaq üzrə sualların izahlarını vermək istəyirəm. Təbii ki, 4 sual dinləmə ilə bağlıdır və bu dinləmə mətni məndə olmadığı üçün bunları hələ ki izah edə bilməyəcəm. Yəni hələ tapmamışam. Tapan kimi yeni bir videoda həmin sualların izahlarını verəcəyim. Keçək 5-ci suala. 5-ci sual, yəni bildiyimiz kimi 5-10 dənə qayda sualı olur. 5-ci sualdan başlayaraq, yəni ilk 4 sualımız dinləmə mətni olur. 5-ci sualda, yəni imtahan qaydası da bu şəkildə olacaq. Hansı nümunədə əlamət bildirən sifət çoxaltma dərəcəsindədir? Bəzən şagirdlər, abituriyentlər 9 illik, indi biz bu imtahanı 9-cu sinif olduğuna görə sırf şagirdləri nəzərdə tuturam. Deməli, bəzən çoxaltma dərəcəsini axtarırlar, amma əlamət bildirən söz nəzərlərindən qaçır. Burada əgər çoxaltma dərəcəsi deyiriksə, çox ağıllı və ən hündür 2 sözü götürə bilərik. Amma bizdən əlamət istəyir. Əlamət nədir? Əlamət признак предмет. Deməli, biz burada признак, yəni əlamətini tapacağıq. Keyfiyyət isə качествоdır. Ağıllı, xarakter və dad keyfiyyətdir. Amma gözlə gördüyümüz hər bir şey, yəni formadır, rəngdir, onlar əlamət bildirir. Ən hündür, təbii ki, burada cavab Y variantı olacaq. E variantını düzgün şəkildə götürəcəyik. Xasiyyət sözünün fonetik təhlili ilə bağlı deyir ki, doğru fikirləri müəyyən edin. Biz bilirik ki, ayrı bir vərəqdə istəyirəm izah edeyim. Deməli, sözümüz xasiyyət sözüdür. Burada 2 Y hərfini görürük. Sözün kökü xasdır, iyyat şəkilçisi. Əgər şəkilçidə biz demişdik ki, qoşa yıllar varsa, təbii ki, biri düşəcək. Olacaq xasiyyət. Deməli, burada səslərin sayı hərflərin sayından azdır. Baxaq. Bilirik ki, fonetik təhlil zamanı biz tələffüzün üzərində aparacağıq. Təkcə vurğu və heca yazı üzərindədir. Baxaq. Sözdə 2 eyni samit işlənmişdir. Söhbət yığılardan gedir. Biz də nə dedik? Dedik ki, əgər şəkilçidədirsə bir yığ düşəcək. Sonra qapalı saat uzun tələffüz edilir. Xeyr. 2 cingiltili samit işlənmişdir. Biz baxaq burada. Xeyr, 2 cingiltili işlənməyib, 1 cingiltili işlənib. Səslərin sayı hərflərin sayından azdır. Bəli, cavab D variantını götürəcəyik. Sonra kar samitlərdən biri cingiltili tələffüz olunur. Xeyr, burada belə bir şey görmədik. Zərfin işləndiyi nümunəni müəyyən edin. Biz bilirik ki, zərflərin məna növləri var. Baxaq. Ağıl insanı bəzəyidir və zərf hərəkəti izah eləyir. Hərəkətin əlamətini bildirir. Baxaq, ağıl insanın bəzəyidir. Burada isim, isim, isim yoxdur. Ağac bar verdikcə başını aşağı əyər. Aşağı, yuxarı, sağ, sol, irəli, geri, bunlar zərflərdir, əsl zərflərdir. Yəni, bunun hər hansı bir ortaq xüsusiyyəti, hansısa bir başqa nitq hissəsi ilə ortaq xüsusiyyəti yoxdur. Cavab B-ni götürəcəyik. Digərlərinə də baxaq. Ağıllı, bu sifətdir, düşmən, isim, nadan. Necə? Nadan, dostdan, deməli bu sifətdir, isimdir, yenə də sifətdir. Ulduzlu sifət, gecələri sevirəm. Əgər gecə, gündüz, axşam, səhər nə sualına cavab verirsə isim, nə zaman sualına cavab verirsə, onda zərfdir. Əgər bu nə yox, nə zaman sualına cavab versəydi, onda biz D-ni götürə bilərdik. Deməli, burada gecələri, nəyi sevirəm gecələr, ona görə götürmürük. Sonra bunu unutmayın. Dünənki hadisə məni sarsıtdı. Dünən
biz bilirik ki zərfdir. Amma ona qoşulan ki şəkilçisi həmişə sifət bildirir. Həmişə deməyək, çünki əvəzliklərə qoşulanda o isim sayılır. Amma burada, yəni zərfə qoşulursa, ki şəkilçisi sifət bildirir. Keçdik 8-ə. Yazılışı ilə tələffüzündə fərq olmayan sözlər cərgəsini müəyyən edin. Baxırıq. Təyyarə, bəli, dəyişməyəcək, çünki kökündədir yığılar. Sait, amma biri A, biri İdirsə, yəni saitlərdən biri İdirsə, ona Y samitini əlavə edirik. Maaş, qoşa, eyni cinsli qoşa saitlərdə düşüm olur. Yəni biri düşəcək, biri uzanacaq. Buna görə də A-nı çıxdıq. Alim, bəlli, nəqliyyat. Burada iyyat şəkilçisinə görə biz, yəni iyyat şəkilçisində biri düşdüyü üçün bunu da götürmürük. B-yə baxaq. 8 fərq var. Burada K-yə keçəcək. Ona görə də bunu da götürmürük. Ehtiyat, təbii. Təbiidə də biri düşəcək, biri uzanacaq. Ona görə bunu da götürmürük. Amma qəssab, xaos, səhiyyə. Bu 3 sözdə də heç birində dəyişiklik yoxdur. Keçdik 9-a. Biz burada uyğunluğu müəyyən edəcəyik. Baxırıq, sıra sayıdır, miqdar sayıdır. Biz bilirik ki, sıra sayıları ıncı, inci, uncu, üncü ilə düzəlir. Baxaq, 13-cü və sonuncu. Təbii ki, 1-ə yazırıq. Biz 1-in qarşısına yazırıq AD. 2-nin qarşısına yazırıq miqdar sayıda. 5də 1 kəsrə bölünür. 153 müəyyən miqdara bölünür. Bir qədər qeyri-müəyyən miqdar sayılarına bölünür. Yəni miqdar sayının 3 məna növü var, hər üçü də buradadır. Deməli, cavab D olacaq. Keçdik digər suala, deməli 10-cu suala. Burada yer düşür. Aha, 10-cu suala baxaq. Nümunədəki sözlərlə bağlı doğru fikri müəyyən edin. Baxırıq. Ağıllı dostun yoxdursa, kitabla söhbət et. Sifət keyfiyyət bildirir. Sifət hansıdır? Baxaq, ağıllı. Bəli, biz demişik ki, xarakterdirsə, onda əgər bu xarakterdirsə, təbii ki, bu keyfiyyətdir. Biri götürəcək, isimlər müxtəlif hallardadır. Baxaq, sənin dostun yoxdursa, kitab ilə söhbət et. Burada da adlıqdır, sənin dostunda da. Bəli, burada bəzən uşaqlar sual verirlər ki, ay müəllim, burada n şəkilçisi var, un şəkilçisi var. Un yəliyin deyil, mənsubiyyətindir. Sənin sözün əvvəlinə əlavə eləyə bilirik, sənin dostun yoxdursa. Ona görə də burada cavab, isimlər müxtəlif hallardadır, xeyr, səhvdir. Bizə doğru fikri istəyir. Əmr şəklində olan feil 3-cü şəxsə aiddir. 3-cü şəxs hansıdır? O. Baxın, deyirəm ki, kitabla söhbət etsin. O olsaydı etsin olardı. Amma burada etdi. Sən et, sən. Ona görə də biz burada nəyə götürəcəyik? 1 və 4-dür. Cavab 1 ilə 4-dür. Y variantı. E variantı. Bəzən ola bilər ki, mən avtomatik olaraq Y deyirəm. Amma eydi bu. Aha, sonra baxaq. Nümunədəki sözlərlə bağlı doğru fikri müəyyən edin. Bu tip sözlərdə həmişə deyirəm ki, uşaqlar ki, ehtiyatlı olun. Baxın, nümunədəki frazoloji birləşmənin mənası anadan olmaqdır. Əgər bizdə desəydi ki, sinonim anadan olmaqdır, bu səhvdir. Çünki olmaq, etmək, bilmək frazoloji birləşmə düzəltmir. Düzəldir. Amma bu sizin proqrama salınmır. Biz yəni məktəb proqramında öyrədirik ki, etmək, olmaq, bilmək frazoloji birləşmə deyil və təbii ki, frazoloji birləşmənin sinonimi də frazoloji birləşmə olmalıdır. Amma burada bizdən sinonim istəmir. Nə deyir? Nümunədəki frazoloji birləşmənin mənası anadan olmaqdır. Gəlir dünyaya. Dünyaya gəlmək anadan olmaqdır. Bəli, bu doğrudur. Bizdən də doğrunu istəyir. Cavabı tapmışıq. Amma yoxlayaq görək ki, həqiqətənmi düz tapmışıq. Baxaq, tünd qara hərflərlə verilmiş nümunələrin hər ikisi amonimli olan sözlərdir. Oxumaq, xeyir yoxdur, deyir.
Xeyr, burada da yoxdur amonimlik. İkinci misrada antonim sözlər işlənib. İkinci misra misra strakadır. Bəzən soruşurlar məndən ki, nədir misra? Rus bölmə, təbii ki, bunlar rus bölmələridir. Aha. Baxırıq. Deməli, o gündən hey ölçüb biçir analar. Ölçmək, biçmək. Deməli, tüm qərar verilmiş nümunələrin hər ikisi ikinci misrada antonim sözlər işlənib. Ölçmək, ölçürük, sonra onu biçirik. Bunlar bir-birinə antonim deyil. Nümunədəki bütün sözlər həqiqi mənadadır. Baxaq, həqiqi mənadadırmı? Deməli, o gündən ölçüb biçməyi həqiqi mənada demir. Məcazi mənada deyir ki, ölçüb biçib analar. Sonra baxırıq, hansı nümunədə inkarda işlənmiş? Burada bunu da baxaq. Nümunədəki bütün sözlər həqiqi mənadadır. Onu da dedim. Ölçüb biçmək həqiqi mənada deyil. Bəstəkar analar, şair analar. Burada məcazi mənanı nəzərdə tutur. Dördüncü misrada bir-biri ilə sinonim olan sözlər, xeyr, bəstəkarla şair bir-birinə sinonim ola bilməz. Sonra baxaq, hansı nümunədə inkarda işlənmiş feil lazım şəklindədir? Biz lazım şəklinin şəkilçisini bilməliyik. Ası, əsi. Bir də ası, əsi lazım şəklinin inkarı. Deyil ilə düzəlir. Baxaq, elə bizim gözümüzə bu deyir bu cümlə. Bu avtobus həmin qəsəbəyə gedəsi deyil. Təbii ki, bu gedəsi deyil, vacibdir. Amma qoymaq fikrində deyil. Baxın, Arif təsirini yarımçı qoymaq fikrində deyil. Burada deyil, feilə qoşulmayıb. Həmişəki kimi gündəliyində qeydlər aparmırdı. Aparırdı, aparmırdı. İndiki zamanda, yəni xəbər şəklidir. Qaçmamalıdır, vacib şəklidir. Xarab olacaq, qəti gələcək zamanın şəklidir. 13-ə baxaq. Hansı nümunədə, deməli, burada hansı cavab oldu? Gedəsi deyil, cavab C-dir. Hansı nümunədə adlı halda işlənən isim yoxdur? Baxırıq. Aynur dərslərini yaxşı oxuduğu üçün nəticələri yüksək olur. Aynur. Kim? Aynur. Adlı haldadır. Kənddən sovqat gətirən, nəyi gətirən? Təsirli haldadır. Bizim qohumumuz, bizim mənsubiyyətdir. Burada heç bir hal yoxdur. Deməli, adlı hal saymaq olar bunu. Adlı haldadır bu. Soyuq, dumanlı bir payız axşamı idi. Payızın axşamı. Bəzi sözlər var ki, biz demişdik, qeyri-müəyyən yəlik haldan müəyyən yəlik hala çevirmək olmasa da, amma buradakı mənsubiyyət göstərir ki, özündən öncə yəlik hallı söz gəlib. Soyuq, dumanlı bir payız axşamı idi. Dənizin səviyyəsini ölçmək üçün bizdə nə istəyir? İşlənən isim yoxdur. Burada axşamın sözü var idi. Axşamın mənsubiyyətdir, başqa hal qəbul etməyib, adlı hal götürmək olur. Amma payızı adlı hal götürmək olmur. Dənizin səviyyəsini ölçmək üçün mütəxəssislər dəvət edildi. Kim? Mütəxəssislər. Adlı haldadır mütəxəssislər. Bugün keçiriləcək tədbirdə, bir dənə burada bugün zərfdir, keçiriləcək hansı feili sifətdir, tədbirdə daha da isim daha da, yəni yerli halın şəkilçisini qəbul edib hər birimiz iştirak edəcək. Artıq burada isim yoxdur. Ona görə də cavab E-dir. Hansı nümunələrin ilk sözdən sonra hər bir halda virgül qoyulmamalıdır? Biz buna baxaq. Mən bunu belə izah edirəm ki, bilirik ki, o, bu. Bunu burada izah edeyim. O, bu. Hansı sualına cavab verirsə, o zaman virgül olmayacaq. Əgər kim, nə sualına cavab verirsə və özündən sonra feil, bir dənə feili sifət olardı. Sonra əvəzlik və köməkçi nitq hissələri.
köməkçi nitq hissələri gələrsə, o zaman feil, əvəzli, köməkçi nitq hissələri gələrsə, bir dənə modal söz və nidalar, bəzi nidalar çıxmaq şərti ilə o zaman vergül qoyulmayacaq. İndi baxalım. Bizdən də onu soruşur ki, qoyulmamalıdır. Yəni hər bir halda qoyulmamalıdır. Bu qələbə haqqında məlumatı bizə çatdırdı. Hansı qələbə? Bu qələbə. O insanla dostluq et ki, hansı insanla? O insanla. Səni anlasın. Heç vaxt qoyulmayacaq. Amma bunu bu cür düşünmək olar. Baxın, bu qələbə haqqında məlumatı bizə çatdırdı. Kim və yaxud da nə ola bilər, hansı aparatdan söhbət gedir. Bu, yəni qoymaq da olar, qoymamaq da olar. 2, ümumiyyətlə, hər zaman, heç vaxt qoymaq olmaz. 2-ni götürürük. O şəhərdə anadan olub, hansı şəhərdə? O şəhərdə. Bir də deyirəm ki, o şəhərdə anadan olub. Kim? Həm vergül qoymaq olur, həm olmur. 3-ü də çıxdıq. O bizimlə birgə qonaqları qarşıladı. Kim? O bizimlə gəlib. Əvəzlik gəlibsə heç vaxt vergül olmayacaq. 4-ü də götürürük. Bu adamla səni tanış edəcəyəm. Hansı adamla? Bu adamla heç vaxt vergül olmayacaq. Çünki hansı sualına cavab verir? Deməli, cavab 2, 4, 5-dir. Qaydaları izah elədim. Biraz vaxt çox getdi. Mətnləri isə digər bir növbəti videoda izah edəcəyəm.